Son zamanlar Azərbaycanda internetin sürətindən şikayətlər artıb. Abunəçilər əksər provayderlərin göstərdiyi xidmətdən ciddi narazılıq edirlər. Əsas problemlər isə internetin tez-tez kəsilməsi və sürətin aşağı olması ilə əlaqədardır. Mövzu ilə bağlı Yeni Sabaha danışan rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov qeyd edib ki, hazırda internet provayderləri arasında rəqabət yoxdur. Bu isə abunəçilərə problemlər yaradır. İnternetin qiyməti yuxarıdır, ancaq rəqabət olmadığı üçün provayderlər arasında keyfiyyəti yüksəltmək motivasiyası yoxdur. Texniki tərəfdən götürsək, data centerlərin miqdarı artırılmalıdır. Sözsüz ki, qiymət rəqabəti də olmalıdır. Məhsulu eyni qiymətə məndə, sizdə, digər bazar iştirakçısı da təklif ediriksə, müştəri avtomatik olaraq keyfiyyətə üstünlük verir. Onun sözlərinə görə, yaranan problemin digər bir səbəbi də ölkənin internet məkanına kiber hücumların artmasıdır. Son vaxtlar DDoS hücumlar xeyli çoxalıb. Ekspert vurğulayıb ki, bəzən vətəndaşın internetlə bağlı problemi texniki səbəblərlə də bağlı olur. Əlbəttə, fiber optik kabellər müxtəlif hallarda qırıla bilər. Abunəçilər ilk növbədə provayderlə əlaqə saxlayıb, şəbəkədə problem olub-olmadığını soruşmalıdırlar. Əgər şəbəkədə problem yoxdursa, deməli səbəb lokal şəbəkədədir.